Bura Lənkəran rayonunun Kənar Meşə kəndinin dəniz sahilidir. Deməli, dəniz suları çəkildikdən sonra burada dənizin içində meşəliyin olduğu görülüb və bu meşəlikdən qalıntılar indi üzə çıxıb. Bax, belə bir burada zamanında palıd meşəsi olub və görürsünüz diametrləri çox böyük ağaclar var burada. Bu ağac çox böyükdür həqiqətən. Və bütün həm dənizin içində, hazırdakı sahəsində və göz aldıqca uzanır. Deməli, şimala doğru. Bax, bunlar hamısı kötüklərdir, ağac kötükləridir. Bura zamanında meşə olub. Amma deyildiyinə görə kəndin, məsələn, yaşlı sakinləri də buradakı meşəni görməyiblər. Amma dəniz suları çəkildikdən sonra bu meşənin olduğu ərazi üzə çıxıb.